yardımcı olur. Burada günler diye, burada dəqiqə sözü. Dəqiqə Sen gelirsiniz. Televizyona gelirsiniz. Ben olmayacağım. Görüşe. Ben atarım, ben atarım televizyaya çek. Onu da bu seyretmiyorum. Gel. Çok güzel. Yok. Geldim kitabını kutudan götürelim. Ben sana kitabı getirdim. Qapını bağlandı, onda o qapını açıq qoyaq da. Bu cəmaat elə bilir. Avropadan gətirən şəkillər abi.
Bizi koy çəksin. Görün nə yazır. Hörmətli Sırmızan xanım. Dənizə, gözümüzə. Nəmizin krasavitsa. Bundan da qurulur, işlər üçün gəlir. Burada yok, çək qabağa. Zümrüt xanımla tanış olun. Ay, salam aleyküm. Çok güzel. Bir şamın ömrü, sımıza ömrü, yanar damla damla öz işığında. Möhtərəm məclis iştirakçıları, bugün biz bu məclisə, bizim doğma Natəvan qurumuza, tanınmış şairə, Şam Ədəbi Məclisinin sədri, Simuzə xanım Müsrətlərinin 2007-ci ildə Vektor Nəşrlər Evi tərəfindən işimiz görülmüş Mənim Göz Yaşlarım Çevrildi Daşa kitabının təqdimatına geçmişdir. Simuzə xanım ədəbi bədii yaradıcılığa 70'lerin sonu, 80-ci illərin əvvəllərində başlayır. O, Azərbaycanın dillər müşahirlərindən biri olan Lənkəranda dünyaya gəlir və yaradıcılığında bu yüzden gəlir təbiət tematikası, vətənin təbii gözəlliklərinin tərəfini, vətən məhəbbəti özəl bir yerdir. Simuzə xanımın indiyə qədər artıq bir neçə şeir kitabı işığımızı görüldü. Mənim Göz Yaşlarım Çevrildi Daşa kitabı onun oxucularla növbəti görür. Bu kitabın özəlliyi və həm də gözəlliyi ondan ibarətdir ki, Simuzə xanımın dünyanın bir sıra ölkələrində, İsviçrə, Danimarkaya, Almanyaya, Hollandiyaya və digər bir sıra ölkələrə səyahətindən sonra qələmə alınmış şeirlərdə Azərbaycana, onun təbiətinə, mentalitetinə, milli mənəvi dəyərlərinə artıq Azərbaycan yox, Avropa çərçivəsindən, Avropa miqyasından baxan bir insanın, bir şairanın, bir xanımın baxışları burada öz əksini tapmışdır. Mən Simuzə xanımın kitabı haqqında, poeziyası, şəxsiyyəti, yaradıcılığı barədə, keçdiyi yol barədə məclisimizin girişində vaxtdaşlı məlumatlar verəcəyəm. İndi sizə çox insafda saxlamaq istəmirəm və sizin icazənizlə tanınmış şairimizi səhnəyə dəvət edirəm. Gəlin almışlar. Hörmətli məclis iştirakçıları, bu məclisdə Simuzə xanımın yaradıcılığına yaxşı bələq olan, onun yaradıcılığını, şəxsiyyətini sevən və qiymətlendirən tanınmış ədəbiyyat, sənət, elm adamları əyləşdilər. Vaxtaşırı, təbiidir ki, mən onların çıxışlar verəcəm, onlar öz ürək sözlərini bildirəcəklər. Amma bizim bu tədbirimizin bir özəlliyi var ki, gördüyümüz kimi də burada bizim tanınmış qiraət ustalarımız, bir sıra cavan və gənc, muğam və mahnı oxuyanlarımız, müğənnilərimiz iştirak edirlər. Ona görə də təbiidir ki, bizim hər birimiz Simuzə xanımın yaradıcılığını, bələdiyyi kitablarını oxumuşuq və daha çox mahnılardan, muğamlardan zövq alaq deyə, onları daha çox dinləmək imkanımız olsun deyə mən sizdən xahiş edirəm ki, çıxışlar zamanı deməli, reglamentə əməl edək, kimə sözlərini demək üçün sözü ona verirəm. Buyurun məsələmlər. Gəlin alış yapmasın. Hacı ben Cenab-ı
günəş doğub, hava gözəldir. Zümrüdlərin gəlişinlə günəş də gəldi. Günəş ürəkli şairəmizin qədəmləri mübarək, o həmişə Azərbaycana bahar gətirsin, günəş gətirsin, sevinç gətirsin. Zümrüdlər xanım məni qabaqladı, onun bir şeirini mən oxumaq istəyirdim burada. İstəyirsiniz onu bir də oxuyun. O şeir gözəl şeir. Deməli, öz ürəyi haqqında yazır, qısaca danışıram. Mən şeir yazanda deyil, mən şeiri qutarandan sonra deyil, yazdığım yağışdan sonraki çəmənə bənzər. Təsəvvür edin ki, yağışdan sonra çəmən nə cür olur? Yaxud deyir ki, közü kör altında ocağa bənzər. Közü köz altında, külü köz altında ocağa bənzər. Bilirsən, yazan adamlar yazdıqların hamısını ifadə edə bilmir. Yazmaq istədiklərinin çoxu qalır kül altında. Fəqət o kül altında qalan şeirlər çox gözəl olur, çox yaxşı olur, çox dəyərli olur. Ancaq onun bir qismini ifadə eləmək mümkün olur. Ancaq bir qismi oxuculara çatdırılır. Ümumiyyətlə, mən deyim ki, şair nə üçün şair olur? Başqalarından fərqlənmək üçün, lazım gəldikdə devrindən intiqam almaq üçün, qisas almaq üçün lazım olur. Devirdə, lazım devirdə bu mənada oxuculara kömək üçün ki, nəyimiz artıqdır, nəyimiz əksikdir, buna kömək edir. Və nəhayət, şairlər necə olsa da başqalarından biraz fərqlənmək təşəbbüsləri var. Cəmiyyətin digər üzvlərindən onlar bir qədər fərqlənirlər. Fərqlənməsələr onlar heç nə yaza bilməzdir. Ancaq onların fərqli cəhətləri onları üzə çıxardır və onu xalqın şairinə çevirir. Ümumiyyətlə, mən Zümrüdlər haqqında belə deyərəm ki, o bizim Azərbaycan poeziyasının çox gözəl, çox incə ruhlu, çox səmimi şairlərindəndir. Gözəl şairimiz. Allah dərgahına çatmağı bacarasın. Sözlerlə deyirsiniz ki, Allah dərgahında söz eşitilsin. Onu bacarmaq lazım. Digər mühüm çaplardan biri, şehrin dinamikası lazım. Şehrin dinamikası yoxsa, o heç nəyə dəyməz. Üçüncü şart. Mən ürəkdən gələn poeziyanı sevirəm. Boğazdan, xırtdəkdən gələn şeirlərdən məni zəhlə gedir. Şairin şeirləri gəlir ürəkdən gəlsin, könüldən gələn şeirləri sevirim. Sakit ruhlu şeirləri sevirim. Şairin şeiri gəlir xırtdəkdən gəlməsin, bağırmasın, qışqırmasın. O bizim şairimizdə Məzifini topladığımız şairədə o yoxdur. Çox gözəl, ürəyinin səsini qulaq asır, qəlbinin səsini qulaq asır, ancaq duyduqlarını ifadə edir. Ümumiyyətlə, mən deyim, şairin kədəri olmalıdır. Fərəhlərlə bir yerdə onun kədəri mühüm amildir. Yaradıcılıqda kədər mühüm amildir. Mən elə burada qısaca deyim ki,
çox nadir istedadlı şairlərdən söhbət gedir. İstedadlı şairlərin əksəriyyətinin demək olar ki, oğul evladı olmur, Allah Teala kəsir. Heç olmasa ikinci mərhələdə kəsir, birinci mərhələdə kəsməsə də ikinci mərhələdə onu kəsir. Onu inkişaf eləməyə qoymur, nəğmə oxumağa qoymur. Şairin gərək niskəli olsun, sevgişlə bərabər, onun kədəri olsun. O gərək itirmiş adamları tez-tez yada salsın. Sevgi həsrəti olsun, hicran yeri olsun. Onlar hamısı bizim gözəl şairimizdə var və mən onu almışlayırım. Bir daha Hörmətli məclis iştirakçıları, mən təbiidir, Simuzə xanımın kitabının ən vacib bir keyfiyyətini indi sizin diqqətinizə çatdırmaq istəyirəm. Bayaq dediyim kimi bu fəlsəfi lirika, vətənpərvərlik tematikası, şəhidlərin qəhrəmanlığının vəsfi və tərənnümü, həyata fəlsəfi münasibət ümumən götürəndə, xarici ölkələr onların əxlaqı, mənəvi dünya görüşü, təbiətinin təsviri və s. Simuzə xanımın şeirlərindən birində həyata fəlsəfi münasibətə nümunə olaraq yazır. Qoruya bilməzsən bu cahanı tək, böyründə tək qalmış insanı qoru. Bəzən biz həddindən artıq böyük iddialarla çıxış edirik. Bəzən biz xalqın adından danışırıq. Bəzən biz öz qonşumuza, ac qonşumuza bir tikə çörəyə qıymadığımız halda özümüzü Azərbaycan xalqının müdafiəçisi kimi təqdim edirik, telekranlardan, qəzetlərdən. Simuzə xanım məhz burada belə bir münasibətin əleyhinə çıxaraq demək istəyir ki, ən böyük xeyirxahlıq, ən böyük yaxşılıq ondan ibarətdir ki, çoxlu danışmaqdansa, xalqın adından çıxış etməkdənsə, bircə nəfər qonşuna kömək edirsənsə, səssiz, soraqsız, bunun özü ən böyük elə faydadır. Simuzə xanımın bu münasibəti şübhəsiz ki, bizim müqəddəs kitabımız Quran-ı Kərimdən gəlir ki, həmin Quran-ı Kərimdə deyilir ki, insanın etdiyi yaxşılığı, sağ əlin etdiyi yaxşılığı sol əl bilməməlidir. Çox təəssüflər olsun ki, indi Tağıyevlərin yurdu olan Azərbaycanda, bütün varlığını Azərbaycanı, onun balalarının maariflənməsinə həsr etmiş Tağıyevlər yurdu olan Azərbaycanda yalançı xeyirxahlar ordusu meydana çıxıb. Onlar bəlkə də heç birinə bir qəhvəlik kömək eləməmiş telekranlardan yağlıcasına, özlərində reklam etməyən adam sadəcə o telekranlara, baxa bilmir, o qəzetləri oxuya bilmir, ikram hissi yaranır insanda. Sən kimə salat xeyriyyəçi eləmirsən, axı bunun nə məqsədlə sən belə reklam edirsən? Mən Simuzə xanım bu iki misrası mənə bu sözləri demək üçün əsas verir. Bu da onun həyata, onun baxışları sanki bəlkə də çoxlarının gördüyü demədiyi, bəlkə də çoxlarının görmədiyi məqamları bizim üçün aydınlaşır. Bir başqa misralarında deyir. Düşünə-düşünə xoşbəxtlik haqqda insan xoşbəxtliyin yanından keçir. Başqa bir yerdə qeyd edir. Dünyada hamıdan qaça bilərəm, tək qaça bilmərəm özümdən ancaq. Nəhayət növbəti şeirində yazır. Kim ölər, kim yaşayar? Qəlb yükünü kim daşıyar? Sözlərim tilsim daşıyar, məndən ağrıya-ağrıya. Sınmağı çox olur, qolun, qanadın. Çünki sındırmağa xoşdur adamlar. Görmürsənmi ürəksizin, ürəyindən beyninə qan sıza könül. Görmürsənmi ürəksizin, ürəyindən beyninə qan sıza könül. Yəni, beyinə qan sızması faciəli bir hadisədir. Əksərən ölümlə nəticələnir. Amma şair bunda da bir təsəlli vermək istəyir, sanki bu beyninə qan sızan adamlara ki, sizin ürəyiniz olub ki, beyninizə qan sızıb. Heç ürəyi olmayan adamın ürəyindən beyninə qan sızdığını görən olubmu? Bizim bu məclisimizdə ürəyi də olan, beyni də olan, fəlsəfi poeziyası ilə neçə illərdən bəri Azərbaycan oxucusunun dərin rəğbətini qazanmış, bir neçə gün bundan əvvəl, bax elə bu salondaca
oxucularla çox səmimi və yüksək səviyyəli görüş keçirilən ağ saçlı bir şairimiz iştirak edir. Fikrət Sadıq. Mən sizin icazənizlə, sizin alqışlarınızla Fikrət Sadığı tribunaya dəvət edirəm. Mən nə bilirəmsə hamısını unuttum. Sözləri də bir-birinin yanına qoraşdıra bilmərəm. Bir sənədir. Amma bir adama deyərlər ki, sən burada çıxış eləməlisən. Sizə onun üçün sonra o xanımı da çox istəyirəm. Onun şeylərini də çox istəyirəm. Biri çoxdanlardır. Kiminsə kitabını bağışlayıb mənə. Bu söhbət bu kitabdan gedirsə, mən bu kitabı nəm, onu nə bağışlamışsan ya yox. Ona görə mən çətinlik çəkirəm. Yəni, bilsəydim ki, mən hazırlaşardım, mən 2-3 kəlmə söyləməyə. Ancaq mən nə demək istəyirəm? Oradan da belə düzdür, təkrar edir zamanı. Gözəl bir dərnəyin aparıcısıdır bu bizim şair xanımımız. Şam adında. Elə, ümumiyyətlə, bütün şairlərin ömrü elə Şam ömrüdür. Bir fikirləşin. Şam neyini? Şam ətrafa işik saçır. O qızın şeirlərini hamısı edir, birər-birər Şamlardır və o ədəbi dərnəyin adına Şamdır. Şam, bizim gözəl şairimiz hamımızın bildiyi və tanıdığı sevdiyi Bəxtiyar Vahabzadə deyir ki, Şamın yaşamağı onun ilə yanmağındadır. Həqiqətən elədir, bütün şairlər yanırlar və yanmaq olmasa, bütün kədər olmasa, dərd olmasa, heç bir misra da yazılmaz. Şeir ibarət deyil yanmaqdan, şeir ibarət deyil dərdin, kədərin tərk edib tərənnümündən. Çünki başqa sevinç, mən elə-belə deyirəm, elə nəzir dedi, söz yarışı deyəm. Dərd elə şeydir ki, ürəyə deyəndə sevincə yer vermir. Ələxsi şairlərin ürəyində. Əsəd, şairlərin ürəyində dərd elə bir birdən girir və zəbt edir bütün ürək, sevincə yer vermir orada. Ona görə də şairlər o həmən ürəklərini zəbt edir və onlardan isralar düzəldirlər, onlardan o əhval-ruhlarını yazırlar. Yəni o başqa mən bilmirəm. Ancaq bizim qızımız bir arada, yenə də sizin danışdıqlarınızda mən dedim ki, dünyanı gəzir. Bir çox ölkələrdə olur, səhətlər olur. Əlbəttə, o çox ağıllı şey, insan deyil. İnsan dünyanı görməklə ağıllı olur. İnsan dünyanı görməklə o gördüklərdə hər şeydən, hər ölkədən, hər adamdan, hər həqiyyətdən bir ibrət alır. Və çoğundan da o bucaqdan baxır. Həyata, şeylə, dünyaya, insanlara. Mən milyon dəfə üzr istəyirəm. Yəni, bana istəyim ki, babalı havası görür. Ona görə bir sabahı gözləyən, Allah sən ürəyinə şeylər söyləməsin. Çox sağ olun. Gəlin alqışlayaq Fikrət. Çox sağ olun. Fikrət müəllim. Mən səni valla çox istəyirəm. Gələn dəfə hazırlaşıb danışalım. Mən danışalım. Fikrət müəllimin gedib yerinə çatana qədər mən bir söz deyim. Bu yaxınlarda onun tədbiri oldu və orada çıxış edənlərin əksəriyyəti, onu yaxından tanıyan, onun həm yaş etibarilə, həm də yaradıcılıqda yaşıdları idilər və onun haqqında obrazlı bir fikir deyirdilər ki, Fikrət müəllim fil boyda bir uşaqdır. Yəni, özü boyda bir uşaqdır. Doğrudan da, yəni, hətta o hazır olmadığını da bir uşaq səmimiyyəti ilə burada ifadə edir və bunun özü də çox gözəldir, Fikrət müəllim olur. Siz hazır olmadığınız üçün belə gözəl ürəkdən danışdınız. Bizim, mən hərdən fikirləşirəm ki, dünyada fəxr edəsi iki çox ciddi mədəniyyət deməli, faktımız var. Bunlardan biri səslə bağlıdır, muğamatımızdır, biri naxışlarla bağlıdır, xalçalarımızdır.
Gözəl xalçalar dünyanın hər yerində Azərbaycanı təbliğ edir. Muğamatımız da son vaxtlar Allah'a şükür Mehriban xanımın deməli köməkliyi ilə yenidən əslində həyata qayıdır. Və sübut olunur ki, Azərbaycan xalqını heç bir estrada, heç bir yalancı, hayküyçü sənət özünün neçə minillik kökündən, muğamatından ayıra bilməz. Nə qədər bizim ciddi mənəvi ehtiyacımız var muğamata. İndi mən 2 nəfər çıxışdan sonra istəyirəm ki, bir musiqi səslənsin bizim məclisimizdə. Badi Kubə muğam üçlüyü, Arzu Nərmanova, Smuzət xanımın qəzəlləri üstündə muğam oxuyacaq. Onu tarda Rüstəm Müslümov, kamançada Elnur Mikailov müşayiət edir. Gəlin musiqiçilərimizi alqışlayaq və səhnəyə.
məclisimizə bir tarazlıq təmin olunsun deyə, yəni səslə bərabər, müəyyən çıxışlarla bərabər hökmən biz qiraət ustalarına söz verməyək. Bugün ilk növbədə söz məclisidir, şair məclisidir. Ona görə də Simuzər xanımın şeirlərini ifa etmək üçün Zülfiyyə Eldar qızına söz vermək istəyirəm mən qiraətçimizə. Onu səhnəyə dəvət edirəm. Edirəm. Ata ocağı. Atamın vəfatından 2 il sonra kəndimizə güclü yağış yağdı. Ata evimin damı uçdu. Qonşular, bütün kənd evin daş kərpicini yığıb apardı. Mən bunu görəndə ürəyim göynədi. Baxmayaraq ki, orada qardaşım yaşayırdı. Ata ocağına gəlmişəm yenə. İndi nə atam var, nə də ki anam. Təkcə 2 məzar ocaqdır mənə. Daşında isinib oda qalana. Həyat gərdişidir. Baxın insanlar, bir tüstü bürüyüb ana vətəni. Atadan, anadan qalan nişanlar sönmüş alovluyla yandırır məni. Qəlbimdə əbədi sönməyən ocaq, başımda tüstüyə dumana dönüb, nə qədər ki sağam, mən də yanacaq, dünyanın günəşi bəs niyə sönür? Atam el içində şərəfi yüksək, ulduzlara yox, günəşə tanır. Həmişə ucada duran zirvə tək, qaranlıq gecədə nur saçan aydır. Anam el bağında nazlı pəriydi. Çöhrəsi həmişə işıqlı, nurlu. O qəhrəman ana el sipəriydi. Zəhməti etmişdi onu qürurlu. Ata hikmətindən mən şair oldum. Ondan vüqar aldım, mən mahir oldum. Hikmət dəryasında boğuldum ki mən, möhlət dəryasında qoy sahil olum. Solmuş çəmənləri göyərtdi anam. Zəhmət qarşısında heyrətdi anam. Nifrətə nifrətdi, hörmətə hörmət, bizləri beləcə öyrətdi anam. Atamın qismətdən 3 oğul payı. Bəs niyə soyuyub isti bucağı? Yazıram ey dostum, bu mənə ağırdır. Talana çevrilib mülk ocağı. Ata ocağında yanan çırağı söndürən oğulun gözü kör baxar. Həmişə boş qalan süfrə qırağı varisi böyüyər, ona xor baxar. Genişə düşsə də yeri dar olar, həyatı, ömrü tarımar olar. Namərd qızı açar ona süfrəni, söyüd ağacı tək bardan xar baxar. Sevinci özünə qismət salanlar, işıqlı dünyanın çoru sayılar. Dünyanın qəmindən geri qalanlar, başı məzar daşı görsə ayılar. Olmasa çəməndə, güldə etibar, belə baxçalara gələrmi bahar? Simuzər ərz edib, ya pərvərdiyar, dünyada məhəbbət qalsın yadigar. Eşqə sədaqətin ilk təməlimdir. Mən eşqin dəlisi, dünya dəlimdir. Sevgi məhəbbətin xoş əməlimdir. Məni xəyallarda axtarma daha. Xəyal söylədiyim gəlib gedəndir. Mənim məhəbbətim göydən enəndir. Demə köksündəki yanıb sönəndir. Məni xəyallarda axtarma daha. Deyirlər hər qəlbin pıçıltısı var. Əsl məhəbbətin sızıltısı var. Sevdalı könlümün çırpıntısı var. Məni xəyallarda axtarma daha. Məhəbbət xaliqsə əbədi qalar. Onun varlığından həyat güc alır.
bağışla. Bağışla. Yandırar bu günah beni. Həddimi çox aşsam tutar ah beni. Sen yoksan eşkinlə alışsam da mən məhəbbət önündə o coşan da mən. Varında, yoxunda tək səni bildim. Bilmirəm mən sənsiz necə sevindim. Narkar məhəbbətin qan ağlamağı göstərir gülsüz bülbüllü bağı. Yaşayır qəlbimdə sevgi növrağı. Onun üçün də sevmirəm mən ağlamağı. Səni məhəbbətlə düşəndə başa, mənim göz yaşlarım çevrilir daşa. Çox sağ ol. Azərbaycan poeziyasının nümayəndələri var gəlimdən sözünə, bədii sözünə elmi idraki, elmi təfəkkürlə bədii təfəkkürü vəhdətdədir ki, Nizami Gəncəvi yazır, hamıdan yüksəkdir alimliyi, qüvvət elmdədir, başqa heç kəsə üstünlüyü eləyə bilməz. Füzuli 5 əsr sonra onun özünü Nizaminin şagirdi adlandıraraq deyirdi. Elmsiz şiir əsassız divar olur. Əsassız divar hayətdə beitibar olur. Hər bir, mən elə gəlir ki, Azərbaycan şairi kimi Sumuzər xanım da öz yaradıcılığı ilə bizim klassiklərimizə, folklorumuza qırılmaz tellərlə bağlıdır. Bunu Sumuzər xanımın kitabını vərəqləyərkən onun irəli sürdüyü ideyalarda, istifadə etdiyi obrazlarda da görürük. Onun istifadə etdiyi bayatılar, rübailər, qoşmalar, gəraylılar və digər klassik divan ədəbiyyatı və aşıq poeziyası janrlarından istifadə də görürük. Və Sumuzər xanımın elmə, alimə yüksək qiymətində də həmin klassik ədəbi bədii fikrə bağlılığı belə görürük. Elmin təridir, alimin varı, əridər buz kimi qaranlıqları. Dünyanı fəth edər alimlə elm, alimin olmasa yaşamaz elm. Nə yazıqlar olsun ki, bizə hələ də alimin və elmin qiyməti lazımınca verilməyibdir. Nə yazıqlar olsun ki, elmin qiymətini nə yazıqlar olsun ki, bizim alimlərimizin fəaliyyəti akademiyanın o soyuq divarlarının arasından çıxıb bu xalqın malına çevriləmir. Biz dünyanın ən şöhrətli alimlərinin sırasında yalnız çox nadir hallarda öz alimlərimizin adı. Ona görə yox ki, bizim xalqın istedadı çox böyükdür. Oradan da çox qoçaq xalq Azərbaycan xalqı. Hətta bəlkə də lazım olduğundan da qoçaq müəyyən məsələlər. Amma onu istiqamətləndirmək, elmə qiymət vermək, alimə qiymət vermək, xüsusən də son illərdə ki, bu qardaşlarlıqlar bölümündə sanki bir yaddan çıxmışdır. Amma sevindirici haldır ki, son illərdə yenidən hər şey stabilləşirsə, siyasi durum, iqtisadi durum, tədricən elmə, mədəniyyətə diqqət də qayğı artmaqdadır və alimlərimizin əməlində də qiymət artmaqdadır. Bu məclisimizdə bizim görkəmli, tanınmış elm xadimlərində iştirak edirlər. Və onların da bədii sözə münasibətini, qiymətini eşitmək maraqsız olmazdır. Ona görə də mən icazənizlə belə ziyalılarımızdan birinə Yusif Əhmədova söz verirəm və onun Sumuzər xanım haqqında ürək sözlərini eşitmək istəyir. Çıxışımdan əvvəl bir balaca haşiyə çıxmaq istəyirəm ki, məsələni gətirim Sumuzər xanım üstünəcək. Deməli, heç kimi gizli deyir ki, Sovetlərin vaxtında bir ideologiya vardı və bir də çərçivə vardı. Bütün yazıçılar, şairlər, ədiblər o ideologiyanın üstündə, o çərçivənin içərisində hərəkət edir. Amma bununla belə 60-cı, 70-ci, 50-ci illərin yazıçıları, şairləri, 37-ci illərin şairləri, yazıçıları bu ideologiya qulluq eləyə-eləyə Azərbaycanın ədəbiyyatını, dilini, sözünü, mədəniyyətini, sətratı cümlələrlə qoruyub saxlaya bilirlər. Bu, bəlkə də mən deyərdim ki, təkcə Azərbaycan millətinə xas olan bir şeydir ki, öz mədəniyyətini, dilini qoruyub saxlaya bilirlər.
Sovetlər dağıldı, biz müstəqil dil aldık. Müstəqil dil alandan sonra Sovetlərin vaxtında çıxış edən, yazan şairlərimiz, yazıçılarımızın əksəriyyəti sustu. Meydana yeni yazarlar, yeni nəfəs gəlmişdir. Mən deyə bilməzdim ki, bu yeni yazarlar, yeni nəfəs, bu söz azadlığını, hüquq azadlığını alan yazıçılar, şairlər, ümid verən onların içərisində olan şairlərin də əksəriyyəti ortalığa psixoloji bir söz, azad sözdən necə istifadə eləmək və samballı bir əsər qoya bilmir. Amma çoxları başqa yoldan gedir. Sümüzər xanım. Sümüzər xanımın kitabını mən oxuyanda çox məmnun oldum Sümüzər xanım. Çünki sizin kitabınızda poeziyanın bütün janrlarından istifadə edirsiniz əvvəla. Çoxdan unudulmuş temalara toxunmuşsunuz. Bunlar uşaq ədəbiyyatımızdır. İndiki şairlərimiz, yazıçılarımız uşaq ədəbiyyatına nə isə bir gözəl münasibət göstərirlər. Sizin kitabınızda uşaq şeirləri də vardır. Bu mənim çox sevindirdi ki, siz bu cür gözəl, lirik, psixoloji şeirlərlə bərabər uşaq şeirləri yazmışsınız. Sümüzər xanım gördüklərini, duyduqlarını yazır. O mənim dərk etdiyim, o mənasını dərk etmədi, onu həyəcanlandırır, heç nəyi dilə gətirir. Əvvəlcə söz gəlir, fikir yaranır, ardınca şeir. Sümüzər xanım incə qəlbli şairdir. Dəymə şair qəlbinə, çox kövrəkdir, sına bilər, deyilir. Sümüzər xanım, sizin dəymə şair qəlbinə, şeirinizlə mənim şair qəlbi kövrək olan şeirim eyni fikir ifadə edildiyinə görə sizin bu şeirinizə bir bənddə mən əlavə edilmişdim. Şair qəlbi kövrək olur, şair qəlbi şişə olur. Toxunma şair qəlbinə, toxunsa sına bilər. Sümüzər xanımın sondakı bəndində qəlbinin sarı sinə bənzədir. Sarı sinin qəlbi səsi isə hamıya bəllidir. Əgər o sin qırılarsa, şair susa bilmirsə, boynu bükük olur. Buna misal Sümüzər xanımın başqa bir şeirini demək istəyirəm. Gecə gündüz dad eyləyən, yaralı bir hülk eləyən, Tanrıdan gözlərəm kərəm, boynu bükülü hülk eləyən. Sümüzər xanımın şeirləri yığcam, lakanik və qəşənidir. Rübailərindəki fəlsəfi məna, ümumiləşdirilmiş məntiq bizə deməyə imkan verir ki, Sümüzər xanım nədən yazırsa yazsın, şair həmişə səmimidir. O, torpağını da, vətənini də, təbiətini də, insanları da eyni məhəbbətlə sevir və insanları düşünməyə məcbur edir. Özü də düşünür. Şair ömrü onun yaşadığı illərlə yox, yaratdığı əsərlərlə düşünür. Şair xoşbəxtliklə, elə bundadır. Sümüzər xanımın mənim göz yaşlarım çevrili başı tutarındakı bəzi zəif şeirlərini nəzərə almasa, bu bütün şairlərdə olur. Onu təbrik etmiyor. Vətənlik bilir, ürəklidir. Çox müvəqqətli bir əsər edir. Sümüzər xanım hələ gəlişdir və mənə elə gəlir ki, o Azərbaycanın yazıcı, şairləri arasında Azərbaycan milli ədəbiyyatında beş-göz bu dərəcədə edirəm. Bizdə Sovet dövründə fəaliyyət göstərmiş şairlərimiz var burada. Yəni Oktay Rıza, Fikrət Sadıq, İlyas Tapdıq, mən Abbas Abdullah, eləcə də biz onlardan sonra gələn nəsillərin nümayəndələri, sonra nəhayət yəni bizim, yəni 90-cı illər Ramiz Heydər və digərləri. Amma onlar çox yaxşı şahidlər. Niyə onların adını xüsusi olaraq çəkirəm? Ona görə haqqında şeirlər açılmalıydı.
Əgər hər hansı bir şairin, Lenin, Komsomol, partiya haqqında şeiri yoxdursa birinci səhifədə, onda bu kitabın çapı dayandırılır və şairdən tələb olunurdu ki, bu mövzuda bir şeir yazmalısan. Və bu bizim bir sıra şairlərimizdə belə bir fikir formalaşdırır ki, indi vətənpərvərlik mövzusunda şeir yazmaq güya saxtakarlıqdır. Yəni bu Sovet vətənpərvərliyindən, saxta Sovet vətəndaşlığından, saxta Sovet xoşbəxtliyindən, saxta Sovet humanizmindən imtina etmək, haqlı olaraq imtina etmək. Bəzən ifrat bir fikrə gətirib çıxardır ki, güya ümumən vətəndən yazmaq, vətən məhəbbətindən, vətəndaşlıq qeyrəti ilə şeirlər, poemalar yazmaq və dərc etdirmək haradasa şairin güya qeyri-səmimliyini göstərir. Bunun özü də birinci mövqe nə qədər yanlış idisə vətənə münasibətdə, bu ikinci mövqenin özü də bir o qədər yanlışdır məncə. Əlbəttə, bizim şairlərimizin, elə bax indi mən adını çəkdiyim şairlər, eləcə də adını çəkmədiyim bir sıra gözəl bizim şairlərimiz vaxtaşırı olaraq mətbuat orqanlarımızda vətən haqqında, şəhidlər haqqında bir-birindən gözəl əsərlər dərc etdirirlər. Rəhbər Vahbzadənin Şəhidlər poeması, Fikrət Qocanın, Fikrət Sadığın vətən tematikasına olan çox sayılı şeirləri, Oqtay Rızanın vətən mövzusu ilə, vətənpərvərlik mövzuları ilə bağlı çox sayılı rüvayələri və s. və s. Bu siyahını əlbəttə artırmaq da olar. Və xoşdur ki, vətən mövzusuna belə doğru, düzgün münasibət bugün kitabının təqdimatını keçirdiyimiz Sumuzər xanımdır. Sumuzər xanımın şeirlərinin olduqca böyük bir qismi Qarabağa, şəhidlər mövzusuna, vətənin təbii gözəlliklərinin tərənniminə, vətən sərvətlərinin talanmasına qarşı bəzən hətta etiraza həsr olunur. Məsələn, o şeirlərinin birində yazır. Can, mənim şeirimin qəhəri Bakım, qanın axıb gedir, şuurun hanı, reklamlar, şuarlar şəhəri Bakım, Qarabağ bizimdir şuarın, hanı? Şeirlərindən birində isə şəhidlər xiyabanına getdiyini təsvir edən şairə xiyaban üzərinə gül qoymasını ürəyə toxunan bir poetik detalla oxucuya belə çatdırır. Hərdən şəhidlərin uyuduğu xiyabana yolum düşür. Gül qoyuram qəbirlərə, güllə birgə qəbir üstə qolum düşür. Sumuzər xanımın Qarabağ mövzusunda, vətən mövzusunda yazdığı şeirlər bunlarla tükənmir. Əgər mən saatlarla bu kitabda o şeirləri oxusam, bəlkə də tükənməz. Amma mən onun şəhidlik və Qarabağ mövzusunu özündə əks etdirən şəhidlərə himn adlı, möhtəşəm və təntənəli bir üslubda yazılmış bir şeirini oxumaq istəyirəm. Və bu şeirin bir özəlliyini özəlliklə vurğulamaq istəyirəm ki, bəzən biz həddindən artıq ağlayırıq, elə şəhidlərin məzarı üstündə də. Bəzən biz fəxr edirik ki, görün biz nə qədər şəhid vermişik, biz necə qəhrəman xalqıq. Mənə elə gəlir ki, çoxlu şəhid verməklə yox, qalib gəlməklə fəxr eləmək olardı. Sumuzər xanım da şeirlərindən birində yazı, əskərə müraciətlə deyir ki, yıxılsan əgər düşmən gülləsindən, kürəyindən güllə dəysə, yıxılsan, geriyə yox, irəliyə yıxıl, ey əskər. Öz boyun qədər vətən torpağını xilas etmək üçün yıxılsan, irəli yıxıl. Sumuzər xanım çox yaxşı haldır ki, o bir anadır, bir qadındır, zərif bir xanımdır. Bu qədər dəhşətlərin içində qəmgin və kədərli notların özünə yer tapması bayaq oxuduğum da şeirdən gördünüz. Bu məntiqidir, olmalıdır və var da. Amma xoşdur ki, Sumuzər xanım şəhidlər üçün sadəcə ağlamır. Şəhidlər haqqında təntənəli bir himn oxuyaraq, həm də sağ qalanları, vətən torpağının üstündə gəzənləri, onların ruhu uğrunda mübarizəyə səsləyir. Və Sumuzər xanım obrazlı şəkildə deyir ki, şəhidlərin qanı mənim mürəkkəbimdir. Mən onların qanı ilə yazıram bu şeiri. Gül torpağı canlarına çəkibdir, duman olub, çəmənlərə çökübdür. Mürəkkəbim qanlarına çəkibdir, mənim ilham bulağımdır şəhidlər. Bugün qəmlər bir dənizdir, mən ada, adları da yaraşıqdır, min ada. Hər nə varsa torpaq olur dünyada, ən müqəddəs torpağımdır şəhidlər. Gələr, bir gün soruşarıq, hanı qan? O nə xalqdır, qürubu qan, danı qan. Kimliyimi millətlərə tanıdan bir ucalıq bayrağımdır şəhidlər. Gəlin alqışlayaq şairə. Mən məclisin məsul yerində təsadüfən Qarabağdan şəhidlərdən danışmaq və Qarabağ haqqında şairlərimizin, tarixçilərimizin
və nəhayət xalqımızın özünü yazdıqlarını, sizə xanı şeirlərlə birdə xatırlatmasınız. Qarabağda talan var, zülfün üzə salam var, gedirsən, tez qayıt gəl, gözü yolda qalan var. Əzzinəm Qarabağ, Şəki Şirvan Qarabağ, aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ. Könlüm keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan, axşamüstü qoyuzaqdan, havalansın xanın səsi, Qarabağın şikəstəsi. İndi lap gənc müğənnimiz, muğam ifaçısı, Cavidan Qəhrəmanlının ifasında Qarabağ şikəstəsini dinləyək.
Caydan. Allah bu səs səndən heç vaxt almasın. Gələcəkdə səsini ən möhtəşəm salonlardan, ən böyük zallardan eşidək. Azərbaycandan kənarlarda, Azərbaycanın hüdudlarından uzaqlarda öz gözəl səsinlə muğamatımızı təbliğ eləməyə arzu edirik sənə. Sümüzər xanımın şəhidlər haqqında, Qarabağ haqqında şeirlərindən danışdıq, vətənpərvərlik tematikasından və elə görünməsin ki, Sümüzər xanım elə əlində qılınc, nizə, avtomat, döyüşən şairədir. Bəli, onun döyüşən misraları var. Amma hər şeydən əvvəl dediyimiz kimi Sümüzər xanım qadındır, xanımdır, zərif qəlbli bir anadır və təbiidir ki, öz bədii təfəkkürünün tipologiyasına görə ilk növbədə Sümüzər xanım lirik şairədir. Lirika, sevgini hisslərinin tərənnümü, təbiət gözəlliklərinin tərənnümü, ümumiyyətcə gözəlliyin tərənnümü və sevginin tərənnümü onun yaradıcılığından qırmızı xətlə keçir və onun baş ana mövzusunu təşkil edir. Mən Sümüzər xanımın çox sevdiyim lirik şeirlərindən birini oxumaqla bir növ fikrimə əyani sübut eləmək istəyirəm. Qəlbimizi tutduq oda, külə döndü çox qan, qada, ötənləri saldıq yada, aylı gecə, bir də mən. Çox şimşəklər çaxdı getdi, çox ulduzlar axdı getdi, qaldı, Tanrı vaxtı getdi, aylı gecə, bir də mən. Nə oldusa bütün oldu, yazılı bir sütun oldu, göy Tanrı'na sütun olsun, aylı gecə, bir də mən. Ya kırılmış bir simiydik, ya da ölü itim idik. Sanki iki yetim idik, ayrı gecə, bir də mən. Hörmətli məzli iştirakçılar, bizim tədbirimizdə, sizin sıralarımızda bizim tanınmış bir lirik şairimiz də oturubdur. Ramiz Heydər. İcazənizlə mən sözü ona verirəm. İkinci Ağsaçlıyam ki, çıxış edirəm. Məndən qabaq Ağsaçlar çıxış edib. Poeziya haqqında ümumiyyətlə Ağsaçların söz deməyə çox böyük əhəmiyyəti var. Məsələn, Gülər xəstə gəldi bura, başında arılar var. O arılarla çıxış edir. Mənim əziz dostum Fikrət Salih ürəklə buna çıxış elədi. Kitabı oxumasa da ürək sözlərini dedi burada. Mən ondan üz istəyirəm, onun gecəsində xəst olduğuna görə iştirak edə bilməmişəm. Məndən qabaq Yusuf Əhmədov alim ki, burada təqdim edədilər. O gözəl nasirdir, onun 12'ye yaxın romanı çıxır. O gözəl həkimdir. Onun əsərlərində alimdir o. O həqiqətən orada bir səhv eləməmsiniz. O hər bir yazışı həm də alim olur. O yazdığı əsərdən başqa alim olur. Və Sümüzər xanımın da yazısında biz onu görürük ki, o həm şairədir, həm alimdir, həm anadır, həm Azərbaycanın gözəl qızıdır. O poeziya gözəl kimi gəlir, o poeziya şairə kimi gəlir. O şairə olmaya bilməzdi. O gözəl Azərbaycanın gözəl gülşəsi Lənkəranda doğulub, Xəzərin sahilində bir tərəfi Xəzər, bir tərəfi Talış dağları və belə yerdən çıxan gözəl heç cürə şair olmaya bilməzdi. Həm də mən onun sizin nəzərinə çatdıram ki, o bizim həyətimizə gəlib 16 yaşında mənim dostum, uşaqlıq dostum Yusuf Ağanın həyat yoldaşıdır. Və mən fərq edirəm ki, o zaman gəldi, vaxt gəldi, öz şairlərini, sütunələri göstərdi, onun ürəyində bulan var ki, ümumiyyətlə, hər kəsin ürəyində bulan var, hər kəsin şeir yazabilir və bu şeir axır duygular, hər zaman axır duyguları səhraları quruyur, dəriyə çatmır. Sümüzər xanımın ürəyində o bulan qaynadı və gəlib dəriyə çatmır. Ürəklərə çatmır, insanların ürəyində, insanların ürəyində. Bunun ən əsası odur ki, vətən sevgisi, düz dedim bizim məclisdə aparan kəmiş dostumuz ki, o vətən məhəbbəti əvvəlki Sovet şairlərinin kitablarından ilk şeirlər, vətən haqqında şeirlər olandı. Mən sevinirəm ki, Sümüzər xanımın da elə əvvəlki kitablarında da, bu kitabında da vətən mövzusu əsas mövzulardan biridir. Vətən, Qarabağ, sevgi, onu yaşadan bütün bunlardır. Sümüzər xanımın şeirləri öz kimi gözəldir. Onu mən həmişə baxanda deyir, ilahiyə dua edər ki, Allah onun qocasına, onun gözəlliyi biz ilham alırıq, onun gözəlliyi bizə ruh verir. Və sevinirik ki, Azərbaycanın belə bir gözəl xanımı var. Və bu xanım bizdən təkcə
onu oxuyan şairlərin, kişilərin xoşu, qadınların da xoşu yəni. Burada gördüm, nə qədər qadın gəlib, bizim Mahir xanım, başqa xanımlar, Zeytiyə xanım və Zülfiyə xanım, hamısı bunun vurğunurlar, bunun şam ışığında yığılırlar. Şam ışığı yandırıb və hamıda o şam ışığının başına toplaşır. Çünki o şam ışığı Sülfuzar xanımın özüdür. Şam ışığı Sülfuzar xanımın ürəyinin alınır, arzusudur. O arzusu yığılırlar və o təyin işləmirlər. Buraya toplaşmışır, o işlər isinir və sevinir ki, belə bir xanımız var, Sülfuzar xanım var. O kitablarında, əsərlərdə Azərbaycanı təbliğ edeyim. Azərbaycan haqqında deyir ki, vətən qəlbindədir, ova dilimdə, talihimdə yaşayar, canımda yaşar, arzum diləyimdir, ayım ilimdə, Tanrının payıdır, qanımda yaşar, üfüqlə parlayan günümdür mənim, qəlbimin səsidir, ünümdür mənim, vətəndir etiqad, torpaqdır inanc, imanımdır mənim, bilimdir mənim, dağları boşmadır, çayı gəzəlim, vətənim ağrıya, dərdə məlhəmdir, ahirətə qədər solum əzəlim, dirikən beşiyim, ölsəm Məkkəmdir. Bu vətənə Məkkə kimi baxır, bu müqəddəs yer kimi baxır. Onun vətənin bir güşəsi başlayır elə Lənkəranın özündən. O Lənkəran haqqında görür, nə ürək sözlərdir. Yam-yaşıl dağların ucadır sözdən, ilahi istedad çəkib elə bil, zirvəyə üst tutan cığırdan izdən, tanrı gözəlliklə keçib elə bil. Talış dağlarının boynunda yenə, dünyanın gündə güldür vətən, meşə möcüzədir, çay möcüzədir, gözümdə doymayır bu gözəllikdən. Laylaydır, vahlıdır, gecə sübhədək, dağ çay dənizdir, ləpələrimdir, pərişan gözəlim, bulud zülfidək, şaralı daşlara şəfələrimdir. Xanbulaq gözəlin özü deyilmi? Lənkəran eşqimin gözü deyilmi? Xədərin nəfəsi, inci danəsi, şairin şeirlə sözü deyilmi? Mən onu da deyim ki, mən özüm Lənkəranda böyümüşəm, Astarda böyümüşəm, uşaqlarım, mən orada keçirəm. Mənim anam məktəb direktoru Astar rayonu Şahaş kəndində və o yerin təbiyyəti elə bir təbiyyət ki, orada şair olmamaq mümkün deyil. Və mən sevirəm ki, bizim belə bir sahil, Qızıl sahil adlandırıram mən o sahili. Lənkəran Astara sahili, çox gözəl. İranla sərhəd yolda müqəddəs insanlar yaşayır. Müqəddəs yerlər ki, dinə, inama yaxın yerdir, İrana yaxın yerdir. Və bu mənada onun şehirlərində bir muğamat var, şehirlərində bir ruh var, laylay var, ana laylası var. Və bu Sülfuzar xanım təkcə Azərbaycanın şairidir, bütün şərq dünyasının şairəsidir. Onun səfisində yadan bizim şairi şehir adamımız şairlərimiz olub, Veyvat Dilbazı olub, Nigar Rəfibəyli olub. O böyük şairlərin demək, davamı düşdü Sülfuzar xanım. Başlayalım, sakit olun. Gəlin, hörmət edin danışmağa. Sülfuzar xanıma, poeziya. Ama biz buna bir-birimizlə danışmağa gəlməmişdik. Mən sizdən çox özür istəyirəm, xanım. O yanır Azərbaycanın bu günlərdə, sabahın da işini görmək istəyir. Və Şuşa haqqında siz tamamilə doğru dediniz ki, Şuşa yazısı var onun rəyində. Ağlama Şuşa, ağlama şehirlər iki bəstədə musiqi bəstəliyik. Mən çox təhsil edirəm ki, bu günləri bilsəydi onları dəvət edərdik bura. Gözəl mahnı yazırlar xanımlar. Deyir ki, ağlama çölünmə çəmənim. O mənim peşəm ağlama. Başınsız dağlarım mənim. Kədərli peşəm ağlama. Yurdum yandı ocaq kimi. Düşmən gəzir qoşaq kimi, boş qalıbsan papaq kimi, ağlama Şuşam, ağlama, kiz darım, buzdan qaralma, yan güneşim, yan qaralma, düzdə nərgizin saralma, köldə bərəfşəm, ağlama, qan görürsən Qarabağım, hara dönüm, hara baxım, ürəyimdə yara bağım, sinəmdə Şuşam, ağlama. Və son olaraq demək istəyirəm ki, Sülfuzar xanım bir şeirdə deyir ki, yazdıqca yazıb şeirdə yazır ki, açlar günlər kimi, kükrəyər sellər kimi, sona bülbüllər kimi özünü öyər yazın, alovladar gül ocaq, kısradır buzbuğa, mərdin ürəyi sayaq, açılsın göylər yazın, qəlbin dolubsa əgər,
hələ yanmağa dəyər, dostlarım tərifləyər, düşmənlər döyər yazın. Nə var vətənim kimi, çölüm çəmənim kimi, bənimşə mənim kimi boynu əyər yazın. Yazın, neçə illər bundan sonra yazın, sizin yazdıqlarınız xalqımıza lazımdır, ürəklərə lazımdır, bizim gələcək nəslə lazımdır. Və son olaraq demək istəyirəm ki, Cımızır xanım bir çoxlarına burada kitab bağışlayıb. Mənə kitabdan əlavə bir öz şəkli ilə bağışlayıb. Görün nə gözəl şəkil, görün nə gözəl. Arkasında yazıb ki, əziz və sevimli şairim Ramiz Heydərə. Mən fəxr edirəm ki, belə şairə, əziz şairim. Hörmətli məclis iştirakçıları, Simuzər xanımın qismətinə bir şairə kimi və bu dövrün bir çox şairlərinin qismətinə amansız və qeyri-insani Sovet dövründən keçib gəlmiş şairlərin bugün yaşayan qismətinə bir xoşbəxtliklə düşür. Onlar öz şeirlərində Allah kəlməsini işlədə bilərlər. 20 il bundan qabaq, 30 il əvvəl, hətta cəmi 17 il əvvəlsə, məlumdur ki, jurnallardan, kitablardan Allah sözü yazılan şeirləri çıxarırdılar. Dəfələrlə bunu təsdiq edən bizim şairlərimiz var. Allah sözünü işlətmək olmazdı. Niyə? Nə üçün? Heç bunun fərqində deyirlər. Olmaz, dövlət belə tələb edir, ideologiya belə istəyir. Çox xoşdur ki, müstəqillik dönəmi bizi həm də Allahımıza qaytardı. Heç öz milli müstəqilliyimizə yox, həm də dini müstəqilliyimizə qaytardı. Bizi dinimizə, imanımıza qaytardı. Çox xoşdur ki, məscidlərimizdən azan səsləri gəlir, ilahi musiqi sədaları eşidilir. Çox xoşdur ki, bizim gənclərimizin olduqca böyük əksəriyyəti bugün bu qarışıq dünyada gənc oğlanlar, qızlar Allah buyurduğu kimi, Peyğəmbər buyurduğu kimi yaşayır və ömür sürməyə çalışırlar. Şəriətdən gələn qaydalara əməl edirlər. Və çox xoşdur ki, bizim şairlərimiz də şeirlərində həmin o bizim dini tariximizi, dini keçmişimizi, müqəddəslərimizi tərənnüm edirlər. Füzulinin şühədanamə ənənəsini davam etdirirlər. Kəsib necə qan ağlamasın daş bugün, kəsilib 72 baş bugün deyən Füzulinin ənənəsini. Simuzər xanım, mən bir sirri də açım sizə ki, bəlkə də İran oxucularına, Azərbaycan oxucularına olduğundan daha yaxşı tanışdır. Onların İranda kitabları dərc olunur, İran tez-tez səfərləri olur və İran Mədəniyyət Mərkəzi, mən öz adımdan da, Simuzər xanımın adından, Azərbaycan ədəbiyyatını sevənlər adından minnətdarlığımı bildirmək istəyirəm ki, Simuzər xanımın yaradıcılığını qiymətləndirir və onun Çağırın Məni Səs Verim Sizə adlı kitabı məhz İran Mədəniyyət Mərkəzi tərəfindən dərc olunmuşdur. Buradakı şeirlərin olduqca böyük əksəriyyəti dediyimiz həmin dini mövzulara həsr olunmuşdur. Şühəda mövzularına. Kitaba bizim çox görkəmli teologumuz, alimimiz, dinşünansımız, Qurani Kərimin, müqəddəs Qurani Kərimin tərcümətçisi Vasim Məmmədəliyev ön söz yazıbdır. Əhli müsəlman olan geyməlidir qarə bugün. Olubdur İmam Rıza çün ciyəri parə bugün. Canı candan ayrılan bu sultanı sal yadına, o əli övladıdır, bax düşmənin vicdanına, aldadıb hilə ilə salıb onu girdabına, vurulub ürəklərə, yarə üstən, yarə bugün. O ürəklərə İmam Rıza adlısı ilə dəyə yaralar müqəddəs adlılar. Kaş bütün ürəklərdə müqəddəslərin adı ölümü ilə bağlı, Məşəddə uyan, Kərbalada uyanların ölümü ilə bağlı müqəddəs yaralar olur. Ürəyimizə dəyən yaralar adlar elə belə müqəddəs adlar var. Və bu da çox xoşdur ki, bugün İran Mədəniyyət Mərkəzinin təmsilçisi Kamran bəy Məcid məclisimizdə iştirak edir. Mən icazəmizlə sözü ona verirəm və onun ürək sözlərini eşitmək istəyirəm. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Mən əvvəla çox təşəkkür edirəm sizlər müəllimlər ki, biz bura dəvət edib və
ikinci, mənə söz verdinizə görə çox gülərim. Mən öz tərəfimdən Simuzər xanım və İran İslam Respublikasının Səfirliyinin Mədəniyyət Şöbəsi sədri tərəfindən Cənab Seyid Əli Əkbər Cavicad ağanın tərəfindən və onun möhtərəm müavini Həmid Səfəri tərəfindən bu elmi bayramı sizə təbrik deyirəm, sizə can sağlığı və xoşbəxtçilik arzu deyirəm. Mən şairə xanım haqqında danışmaq mənə çox çətindir, çünki şeir sahəsində mən o qədər səriştəm yoxdur. Yəni onu deyə bilərəm ki, şairə xanımın şeirləri ayrı sahələrdə buyurdular. Buyurdular ki, ayrı sahələrdə də deyibdir, həması deyib, əxlaqı deyib və bütün sahələrdə deyib. Bəli, bir sahədə biraz az dedilər və mən onu istəyirəm burada qeyd edirəm ki, bizim möhtərəm şairə xanımımız din üzərində də şeirlər buyurdular. Bizim din tarixində olan məqamlarımız çoxdur. Məkkə şəhərindən tutdu, Peyğəmbərin məqamından tutdu, İslam maarifindən tutdu, Həzrəti Əli əleyhissalamın Qədir bayramı günü münasibətindən tutdu ki, orada Peyğəmbər Həzrəti Əli əleyhissalamın əlindən qaldırdı, dedi, buyurdu ki, kim məni mola seçib indiyə qədər, bu da mənim molamdır. Qədirxun bayramında belə buyurdu. Ayrı məqamlarımız da var. İmam Hüseynin şəhadət günü, Aşura günü, İmam Rıza bütün bizim nə mənə imamımız, nə mənə İslam tarixində olan məqamlarımız var. Bu bizim bu gözəl şairə xanımımız, onların hamısını şeirə, nəzmə göndərir. Mən sizdən dəvət edirəm onun kitabını ki, ağır qeyd elədilər və təqdim olundu. Onu tapın, oxuyun və gözəl məqamlar orada vardı ki, bu nişan verir ki, bizim bu, göstərir ki, bizim bu şairə xanımımız din maarifindən də çox ilhamlar alıb Allah tərəfindən. Mən deyə bilərəm ki, o kitabın adı da bir növü elə ilhamdır Allah tərəfindən. Allahın göydən yendirən yerə Quran-Kərim ayələrində buyurub ki, Ud'uni əstəcib ləkum, məni çağırın, mənə dua edin, məni çağırın ta mən sizə səs verin. Onu ilham tutaraq bu kitabın da adını qoyub elə hələ məzmunda bir ad qoyubdur. Mən burada Simuzər xanımdan bir xahiş də edirəm. İnşallah bundan da belə elə o ilhamları ki, Allah tərəfindən özünə sarı çeviribdir, yenə ondan istifadə etsin. Yaxşı şeirlərin Əhl-i Beytə, 14 məsuma və bizim İslam tariximizdə olan məqamlara şeir buyursunlar. İran Mədəniyyət Mərkəzi də həmişə hazırdır. İnşallah şeirlərindən biz istiqbal edərik və onu cəm edib yenə təqdim edərik bu Azərbaycan millətinə. Mən bir sözü də qeyd edeyim ki, bizim bu şairə xanımımız fəqət Azərbaycan millətinə təalluğu yoxdur. Bu şeirlərindən icazə versəniz, mən deyərəm ki, İslam aləminə də bununla belə təalluğu vardır. Vəssalamu aleykum və rəhmətullahi və Artıq neçə illərdir ki, musiqi salonlarından, televiziya ekranlarından, muğam məclislərindən gözəl bir qiraətçi xanımın səsini eşitdik. Onun ifasında biz bir sıra şairlərimizi sevmişik, bir sıra görkəmli, tanınmış sənətkarlarımızın misralarını onun səsi ilə yaddaşımızda saxlamışıq. Həm Həlimət xanım Sultan. Gəlin alqışlayaq Həlimət xanım. Həlimət xanımın ifasında bədii musiqili kompozisiya Simuzər xanımın şeirlərindən ibarət. Müşayiət edir Fəxrəddin Salim.
Yurdum yiyəsizdir. Yurdum yiyəsizdir. Yurdum yiyəsizdir, ərəm ver mənə. Uçan sarayları hörəm ver mənə. Dünya pəncərədir, deyib babalar. Amma baxıb geçirir, görəm. Mən azadlıq göylərində bayraq olsam yaşayaram. Mən azadlıq göylərində bayraq olsam yaşayaram. Yad ayağı altındasa torpaq olsam yaşamaram. Mən yetimlər isindiran ocaq olsam yaşayaram. Yad ayağı altındasa torpaq olsam yaşamaram. Mən düşmənə işıq salan çıraq olsam yaşamaram. Vətənimin dərd qəminə ortaq olsam yaşayaram. Mən azadlıq göylərində bayraq olsam yaşayaram. Öz qəbrimlə ana yurda torpaq olsam yaşayaram. Öz qəbrimlə ana yurda torpaq olsam yaşayaram. Tanrı var, yaşadaqlar. Tanrı var, yaşadaqlar. Hüsnü tamaşa dağlar. Mən də köksü dağlıyam, bırak baş-başa dağlar. Hər dərdə anmaq olar. Hər dərdə anmaq olar. Ateşdə yanmaq olar. Vətəndə axlaq olar mı? Ya dördə yanmaq olar. Dağda duman çəndir. Dağda duman çəndir. Onu dedim, mən dedim. Ayağına daş dəydi can vətən, vətən.